Yuxuda qaçmağa çalışırsan, amma bədən tərpənmir. Sanki səhnədəsən, amma nə əllərin, nə ayaqların işləmir. Niyə belə olur? Səbəb beynin REM fazası, yəni sürətli göz hərəkəti mərhələsi. Bu zaman bədən müvəqqəti iflic olur. Elm buna REM atoniya deyir. Bunun məqsədi nədir? Yuxuda etdiklərini real həyatda etməyəsən deyə. Əgər bu qoruma olmasa, sən yatanda tullanıb qaçmağa başlaya bilərsən. Bəzən niyə yuxuda elə bil donursan? Çünki beyin artıq oyanır, amma bədən hələ o iflic vəziyyətdədir. Bu, bəzən yuxu iflici ilə də nəticələnə bilər. Yəni, sən bədənində, amma özündə deyilsən.